29 yaşım var idi. Təzə 2 təlim almışdım. Kodlamalarla başladım bu işə. Sevinmişəm indi. Özgüvən yox, bir şey yox. Kodlamalar amma gedir. Məndə o vaxtda da kodlamalar satışırdı. Kodlamalar verdi mənə populyarlıq. Tanındım. Çünki çox nəticə verdik. Getdi 2-3 nəfərin qabağına çıxdı. Başladılar mənə paylaşmağa. Filan kəs gic-gic şeylərlə cəmaatı aldadır. Filan kəs hansısa kodlamadır da, siz də cəmaat da inanır belə şeylərə. Axmaq şeylərdir. Bilirsiniz nə oldu? 2 gün sonra mənim 100 minlik səhifəm batdı. Batdı, mən ondan 8 ay sonra üzümə gələ bilmirdim. 2019-cu ilin axırından mən 2025-ci ilin noyabrına kimi mən kodlama satışında özümə qadağan eləmişdim. Qalmışdı burada. Yenə qınayarlar. Yenə qınayarlar. Yenə birdən mən nəsə eləyərəm. Artıq bir çox etapları keçdim və birdən mənə hiss gəldi ki, hə, sən kodlamanı satmalısan. 24 noyabrdan o başladı və indiyə kimi də davam edir və indi heç kəs gəlib mənə deyə bilməz ki, sən o nədir satırsan. Çünki mən o dəyərini bilirəm.